İdarə etmə ilə bağlı mən kiçik bir tarixçəmi danışım. Bu məsələlərə hardan bir maraq yarandı və niyə bu məsələni öyrənməyə çalışdıq. İxtisasca bakalavr və magistr dərəcəm menecment və strateji idarə etmədir. Və bir çox kitablarda oxuyanda hər zaman belə bir söz keçir. Və bir çox təlimlərdə də olmuşdum ki, sistemli idarə etmə ancaq uğura aparır, sistemli idarə etmə o nedir, bu nedir və sistemli idarə etmə əslində nədir o sistem, onu bir detalını çox da bir mənbələrdə ala bilməmişdik. Və təxminən 2010-cu ildə bu ISO standartları ilə olan tanışlığımda, bilmirəm bir çoxunuza bəlkə də tanışdı və yaxud da yox, International Standardization for Organization deyilə bir təşkilat var, beynəlxalq standartlaşdırma təşkilatı. İşin adı dünyadakı öyrənilmiş best practice-lərin, ən yaxşı təcrübələrin, uğurlardan və uğursuzluqlardan çıxan nəticələrin bir standartlaşdırılması və dünyaya əl çatan vəziyyətə gətirilməsidir. Yəni, ora bir 170 ölkə üzvdür, 23 mindən artıq standartı var. Və biz burada araşdıranda belə bir söz eşitdik orada. ISO 9001 deyə bir standart var, keyfiyyət idarə etmə sistemi və onun tərkibini araşdırdıqca baxdıq, gördük ki, doğrudan da orada, mən indi bir neçə dənə nümunə verməyə çalışacağam. Həqiqətən də şirkətlərin ana problemlərini həll edəcək məsələlər var.